Deməli, bugünkü birinci mətnimiz sosial texnikasıdır. Biz daim fəaliyyətdə olub, dayanmadan öyrənməli, informasiya qəbul etməliyik. Bəs öyrənmə prosesini daha səmərəli eləmək üçün nə etmək lazımdır? Mütəxəssislər müxtəlif üsullar təklif edirlər. Bunlardan biri sosial adlandırılan öyrənmə texnikasıdır. Bu texnikaya görə uğurlu öyrənmədə ilk addım sevgidir. Yəni, uğur əldə etmək üçün ya nəyi sevdiyini kəşf etməli, ya da sahib olduqlarını sevməlisən. Şahmat üzrə 11-ci dünya çempionu Bobby Fischer yeniyetməlik dövründə istedadlı şahmatçı kimi tanınsa da, öz yaşıdlarından xüsusi olaraq fərqlənmirdi. 12 yaşında Bobby şahmat aləmində görünməməyə başlayır və bu fasilə 1 ilə yaxın sürür. 13 yaşında yenidən şahmat oynamağa başlayanda isə birdən-birə parlamağa başlayır və Amerikanın ən bacarıqlı oyuncusuna çevrilir. Maraqlıdır, Bobby həmin bir il ərzində neynədi ki, bu onun karyerasında sıçrayış yaratdı? İş ondadır ki, Bobby 1800-cü illərin bütün şahmat kitablarını oxumuş, əvvəlki nəsillərin metodlarını öyrənmişdi. Şahmat mücərrəd strategiya oyunudur. Üstəlik, sadəcə öz dilində ingiliscə yazılmış kitabları deyil, Rus şahmat dərgilərini də araşdırmışdı. Çünki burada mən elə fikirləşirəm ki, bir dənə dəxilsiz cümlə var. Çünki burada deyir, şahmat mücərrəd strategiya oyunudur. Yəni, bu cümlə məncə mənasızdır. Ümid edirəm, qabaqda bununla bağlı bir sual verilib. Baxarıq. Şahmat mücərrəd strategiya oyunudur. Üstəlik, sadəcə öz dilində ingiliscə yazılmış kitabları deyil, Rus şahmat dərgilərini də araşdırmışdı. Çünki həmin dövrdə ən məşhur 20 şahmat oyuncusunun hamısı Rusiyalı idi. Rəqibləri onun möhtəşəm həmlələrini görəndə çaşbaş qalmışdılar. Beləliklə, sosial texnikasına görə ikinci addım oxumaqdır. Nəzəri bilikləri praktikada yoxlamasan, öyrəndiklərin faydasız, hətta yanlış ola bilər. Elmə yenilik gətirən insanlar, ixtiraçılar, alimlər sınaqlardan qorxmayan cəsur adamlardır. Yeni ideyaları nə qədər çılğın, iddialı görünsə də, onlar ilk addımı atmaqdan çəkinməmiş, nə ilə qarşılaşdıqlarını tam bilməsələr də, təcrübədən keçirmişlər. Bəli, sosial texnikasının 3-cü addımı sınamaqdır. 4-cü addım təkrarlamaqdır. Bütün dövrlərin ən yaxşı basketbolçusu hesab edilən Michael Jordan həyatı boyu 9000 dəfə uğursuz atış həyata keçirmiş, 300 dəfə oyununu uduzmuşdu. Paradoksal olsa da onun uğurunun sirri dəfələrlə uğursuzluğa düçar olmasına baxmayaraq, məşqlər etməkdə, çalışmaqda, hər hərəkəti dəfələrlə təkrar etməkdədir. 5-ci addım izləməkdir. Yəni, öz fəaliyyətini, işinin nə dərəcədə dinamik olduğunu izləmək. Sınaqların işə yarayırmı, əhəmiyyətli kitabları oxuyursanmı, işini çılğınlıqla sevməyinə, minlərlə kitab oxumağına rəğmən yanlış bir məqsəd uğrunda çalışırsansa, bütün bunlar yararsızdır. Buna görə də öz fəaliyyətimizi diqqətdə saxlamamız lazımdır. Təbii ki, sosial yeganə öyrənmə texnikası deyil. Hər kəs fərdi olaraq özünə uyğun öyrənmə texnikası seçə bilər. Yetər ki, nöqtələr. Deməli, 411-ci suala baxırıq. Deyir, mətnə əsasən sosial texnikası ilə bağlı bu hökmləri vermək olar. Gördüyün işə ciddi yanaşmaq lazımdır. Bəli, çünki sən 5 addımdan ibarət bir sistem qurmalısan və bu 5 addım kifayət qədər çox vaxt aparır və məsəl üçün Bobby Fischer'in üzərində görə bilərik ki, adam 1 il öz üzərində praktikalar eləyir, daha sonra uğurlu şahmatçıya çevrilir. Deməli, gördüyün işə həqiqətən ciddi yanaşmalısan. Bir düzdür. Doğru məqsəd uğrunda çalışdığına əmin olmalısan. 5-ci addım izləmək addımı bizə göstərir ki, biz doğru məqsəd uğrunda çalışırıq, yoxsa yararsızdır bunlar bizim üçün. Baxın, burada deyir, əgər yanlış bir məqsəd uğrunda çalışırsansa, bütün bunlar yararsızdır deyir. 2 də doğrudur. 1-2-ni seçən kimi artıq cavabımız hazırdır, B variantı. 3-də deyir, ingilis və rus dillərində kitab oxumaq daha faydalıdır. Bu, Bobby Fischer'in seçimi idi. Şərt odur, bəlkə sənin araşdırma elədiyin mövzu belə deyək, rus və ingilis dillərini tələb eləmir. Yəni, onun üçün məcbur deyilsən rus və ingilis dilində kitab oxuyasan. Seçilən sahə şəxsin öz meyllərinə uyğun olmalıdır. Bəli, birinci addım elə budur. Çünki ilk addım deyir sevgidir.
və sənin meylindir onun adı ki, onu sevirsən də. Ona görə 1, 2, 4 sosiotexnikası bacarığın və inamın müqayisəsi üzərində qurulub. Müqayisəsi üzərində deyil, vəhdəti üzərində qurulub. Yəni qarşılıqlı əlaqə, vəhdət o deməkdir. Gəldik çıxdıq 412-ci suala. Bir biliyi anlamağın tək yolu o biliyi tətbiq etməkdir cümləsi sosiotexnikasının hansı addım üçün əsas fikir rolunu oynaya bilər? Əlbəttə ki, biz bir baxmalıyıq addımlara. Birinci addım sevgidir. Yəni sevgini kəşf eləməlisən. Sevgi ilə tətbiqat eyni şey deyil. Tətbiq sınaqdan keçirmə mərhələsinə daha çox uyğundur. İkinci mərhələdə deməli oxumaq yazıb. Yəni oxumaq da tətbiqat deyil. Siz praktikada, baxın, deyir sosiotexnikasının 3-cü addımı sınamaqdır. Praktikada öyrənməlisiniz. O da sosiotexnologiyasının 3-cü addımı olan sınağa uyğun gəlir, tətbiqat. 4 təkrarlamaqdır, 5 isə izləməkdir. Ona görə cavab olur 3-cü mərhələ C variantı. 413-cü suala baxırıq. Deyir ki, deməli, mətnə görə doğru fikirləri seçin. Deməli, Bobby Fischer rus dilini bilirdi. Bu ehtimaldır. Çünki o rus və ingilis dilindəki kitabları oxuyur. Ola bilər ki, tərcümə eləyir. Heç bilmir. Götürür bir cümlə götürür, tərcümə eləyir, oxuyur. Ola bilər ki, həqiqətən də bilir. Yəni bunu biz ehtimal edə bilərik. Rusiyada şahmat idman növü inkişaf etmişdi. Bu faktdır. Çünki deyir ki, orada bacarıqlı oyuncuların bir çoxu rus idi. Baxın, deyir ki, çünki həmin dövrdə ən məşhur 20 şahmat oyuncusunun hamısı Rusiyalı idi. Deməli, şahmat idman növü Rusiyada inkişaf edib. Bu faktdır. Bu fakt. Gəlirəm çıxan 3-ə. Deyir, bu bir şahmatda müasir metodlardan istifadə etmirdi. Bəli, deməli, baxırıq görək müasir metoddan istifadə edib yoxsa yox. Deyir ki, iş ondadır ki, bu 1800-cü illərin bütün şahmat kitablarını oxumuş, əvvəlki nəsillərin metodlarını öyrənmişdi. Əvvəlki nəsillərin, baxın, deyir, əvvəlki nəsillərin metodlarını öyrənib, müasir metodlardan istifadə etmirdi. Öyrənib, amma tətbiq elədiyi metodlar müasir idimi, yoxsa yox, onu bilmirik. Buna ehtimal götürürük, çünki istifadə etmirdi, deyir. Əvvəlki nəslin metodlarından öyrənib istifadə eləyib, müasiri də paralelində istifadə edib etməyib, onu bilmirik. Yəni, mən tutaq ki, müşahidə metodundan istifadə edirəm demək, o demək deyil ki, mən məsəl üçün analiz metodundan istifadə eləmirəm. Ola bilər ki, mən müşahidə metodundan, analiz metodundan paralel istifadə edim. Yəni, bu deyir ki, əvvəlki nəsillərin metodlarını öyrənib. Okey, tətbiq eləyib, əvvəlki metodları da tətbiq eləyib. Amma müasir metodları da bəlkə paralelində aparıb. Yəni, bunu ehtimal kimi götürürük. 4-də deyir, bu bir sosiotexnikasından xəbərdar idi. Xeyr, xəbərdar olmadan bir, necə deyim, istifadə eləyib bu texnikadan. Amma heç bilməyib ki, istifadə elədiyi texnika sosiotexnikasıdır. Yəni, o nə bilirdi ki, sadəcə şahmat üzrə araşdırırdı. Yəni, bunu demək olmaz. 5-də deyir, Bobby'nin öz yaşıtları ilə bəzi oxşar xüsusiyyətləri var idi. Deyir ki, öz yaşıtlarından xüsusilə fərqlənmirdi. Deməli, oxşar xüsusiyyətləri var idi. Bu faktdır. Deməli, ehtimalın ehtimala yazılması 1, faktın fakta yazılması 5 doğrudur. Cavab olur D variantı. Gəldim 414-ə. Deyir, hansı fikirlər ikinci abzasından səsləşir? Bunun üçün siz ikinci abzası birinci gəlib tapıb qaralamalısınız, yəni göstərməlisiniz. Görək hansı fikirlər səsləşir. Sevdiyin işlə məşğul olarsansa ömür boyu peşman olmazsan. Bəli, ikinci abzas da ilk addımın sevgi olduğundan danışır. Və deyir ki, nəyi sevdiyinizi kəşf etməlisiniz. Bir səsləşir. Zövq aldığınız işlə məşğul olun və bunun əvəzində sizə pul ödəyəcək birini tapın. Mətndə puldan söhbət getmir. 2 səhvdir. 2 səhv olan kimi avtomatik cavabımız çıxır 1-5. 3-də deyir, ağıllı adamlar öyrənmək üçün cılız adamlar özlərini tanıtdırmaq üçün oxuyurlar. Mətndə cılız adam söhbəti yoxdur.
4-də deyir, bir adama yaxşılıq eləmək istəyirsənsə, ona balıq vermə, balıq tutmağı öyrət. Nə əlaqə? Yəni balıq vermə, balıq tutmağı öyrət. O deməkdir ki, məsəl üçün işsiz insana sən hər ay pul vermək yerinə onun üçün iş yeri aç, işləsin, öz pulunu qazansın da. Yəni havayı pul verməkdənsə işi öyrət, qoy daimi olsun. Sabahları sənə verdiyin pul olmayanda nə edəcək anlamındadır. Yəni burada da yəni deyirəm, ondan söhbət getmir. Mətndə ondan söhbət getmir. Onu 5 olur bir də. Deyir, istəyi olmadan öyrənən insan qanadsız quş kimidir. Yəni düzdür də, yəni birinci sevməlisən, dəyər verməlisən o işə. Ondan sonra. Ona görə elə 1-5-dir cavab Y variantı. 415-ci sualımız. Deyir, tündqara hərflərlə verilmiş söz hansı nümunədə mətndəki mənasını işlədilir? Öyrənmə texnikasıdır. Öyrənmə texnikası deyəndə burada üsul, yol nəzərdə tutulur. Yol, üsul nəzərdə tutulur. Ona görə görək hansında üsul yoldan danışır. Azərbaycan ordusunun güclü hərbi üsulu var deyə bilmərik. Bu texnika real, maddi olan silah, sursat bunları nəzərdə tutur. Bir kombayn ölkə üzrə unikal texnikadır. Bu da alətdir, yəni o da olmaz. İdmançının uğur qazanması oyun texnikasının asılıdır. Yəni üsullarından, oyunun üsullarından asılıdır. Ödəyir. Cavab olur eləcə. Elm və texnikanın tərəqqisi yenə bu alətlərin, elmi texniki tərəqqi deyirik, ondan danışır. Texnika vasitələri yenə bu da həmçinin. Cavab olur C variantı. Açıq suallarımıza keçirik. Bobby Fischer və Michael Jordan haqqında Euler-Venn diaqramına yazıla biləcək fikirləri göstərin deyir. Michael Jordan basketbolçu idi. Siz yaza bilərsiniz ki, Michael Jordan basketbolçu idi və 9000 dəfə uğursuz atış həyata keçirmiş, 300 dəfə oyunu uduzmuş, lakin paradoksal olsa da onun uğurunun sirri dəfələrlə uğursuz düşüş olmasına baxmayaraq məşqlər etmək və buranı götürüb yaza bilərsiniz fərdi. Öz dövrünün ən yaxşı basketbolçusu hesab edilirdi. Bu birisi isə Bobby Fischer isə o uşaq yaşlarından şahmatçı idi. Yəni şahmat oynamağa başlayır falan. Bu tərz şeylər götürəcəksiniz. Ortağa isə yazacaqsınız ki, hər ikisi cəhd eləyir, hər ikisi öyrənməyə çaba eləyir, hər ikisi öz işini sevərək görür, çox çalışır, məqsəd qoyur, məqsədi uğrunda mübarizə aparır. Çünki Bobby Fischer də şahmatçı olmaq üçün bir il adam kitabları oturur, oxuyur tək-tək rusca, ingiliscə. Çünki onun ən böyük arzusu şahmatçı olmaqdır. Bu birisinin də ən böyük arzusu basketbolçu olmaqdır. Ümumiyyətlə, nə olur olsun, çox çalışılan bir iş həmişə faydasını verir. Gec ya da tez. Əgər faydasını vermirsə, ya çox çalışmırsan deməkdir, ya da çox istəmirsən deməkdir. Zaten mətn də sizə onu öyrədir ki, yəni çox istəyərək gördüyünüz iş sonunda alınacaq anlamındadır. Yəni adam məsəl üçün də basketbolçunu götürək. 9000 dəfə uğursuz atış, 300 dəfə uduzulmuş oyun nə deməkdir? Yəni elə adam var bir dəfə, 2 dəfə, 300 də deyir əşi. Eləmirəm, alınmır məndə. Heç bəlkə də bir dəfə eləyir, ikinci dəfə cəhd göstərmir. Ancaq həqiqətən çox istənilən bir şey sonunda nəticəsini verir anlamındadır. Ona görə də hər ikisinin ortaq cəhəti nədir? Məqsədlərini düzgün qoyublar, nə istədiklərini bilirlər, çox çalışırlar, əzmlidirlər, iradəlidirlər. Bunları yazmaq. İşlərinə ciddi yanaşırlar. Hər ikisi dövrünün tanınmış şəxslərindəndir deyə bilərik. Belə. Bobby'yə də yazsınız ki, 12 yaşından şahmat aləmindən görünməməyə başlayır. 13 yaşına qədər kitabları araşdırır, oxuyur. Rusca və ingiliscə və 11 yaşında çempion olub vaxtı ikən. Belə. Sonra 417 deyir, mətnin məzmununa uyğun olmayan cümləni və aid olduğu tərkib hissəni seçin. Yazda gəlir, bayaqları mən oxuyanda altını xəttləmişdim. Dedim ki, 100% bununla bağlı bir sual var. Deyir, şahmat mücərrəd strategiya oyunudur. Üslubu cəhətdən deyil də, üslubu cəhətdən uyğundur. Çünki altına xəttlədiyim şahmat mücərrəd strategiya oyunudur.
Bu da əslində publisistik üsluba aid cümlədir. Mətnimiz də publisistik üslubdadır. Sadəcə yersizdir. Yəni adam gəlib danışır ki, belə kitablar oxudu, belə elədi, əvvəlki nəsillərin metodologiyasını öyrəndi, metodlarını öyrəndi. Gəl belə şahmat mücərrəd strategiya oyundur. Sonra da deyir, sadəcə öz dilində ingiliscə yazılmış kitabları deyil, rus şahmat dərgilərində də araşdırmışdı. Yəni bu cümlə orada artıq da yersizdir. Seçdiyin cümləni sonra səndən tərkib hissəni istəyir. Əlbəttə ki, gəlib tam mətnin tam mərkəzinə düşən bir cümlə hansı tərkib hissi olacaq? Əsas hissə yazırsınız, bu cümləni köçürsünüz, qarşısına yazırsınız, əsas hissə bitdi. Sonra gəlirəm, çıxıram 418. Mətnin nəticə hissəsini tamamlayan fikir yazın. Nöqtələr qoyubsa əlbəttə ki, istəyəcək. Təbii ki, SOS-da yeganə öyrənmə texnikası deyil. Hər kəs fərdi olaraq özünə uyğun öyrənmə texnikası seçə bilər. Yetər ki, məsəl üçün, bu SOS texnikasının əsas məqsədi nədir? Çox cəhd eləməkdir, düzdür. Yetər ki, nəyisə həqiqətən ürəkdən istəyək, yetər ki, çox çalışaq, yetər ki, əzmli olaq, yetər ki, özümüzü qorxutmayaq, yetər ki, qərarlı və qətiyyətli olaq, uğursuzluqlardan geri çəkilməyək, yetər ki, uğursuzluqlar bizim gözümüzü qorxutmasın. Yəni, bu tərz ümidli bir cümlə yazmalısınız. Sonra 419 deyir ki, müddəa doğru-yanlış əsaslandırma. Çox işləmək istənilən halda uğur qazandıracaq. Yanlışdır. Çox işləmək istənilən halda uğur qazandırmayacaq. Əgər sən kifayət qədər həmin işi istəmirsənsə, həmin şeyi istəmirsənsə, bu uğurla alınmayacaq. Əgər sənin qarşına qoyduğun məqsəd yanlış məqsəddirsə, çünki mətnin axırlarında deyir, sonda izləmək lazımdır ki, sən doğru məqsəd uğrunda mübarizə aparırsan, yoxsa yanlış məqsəd üzərində mübarizə aparırsan. Yanlış da ona görə ki, bu fikir çox işləmək istənilən halda uğur qazandırmayacaq. Ona görə ki, bəzən durub baxmaq lazımdır. Mən düzgün məqsəd qoymuşam, yoxsa yox. Yəni, minlərlə kitab oxumağına rəğmən yanlış bir məqsəd uğrunda çalışırsansa, bütün bunlar yararsızdır. Əsaslandırma belə olur. Təcrübə olmadan təlim faydasızdır. Doğrudur. Çünki təlimlə təcrübə ikisi də bir-birini tamamlayır. Nəzəri biliklər olmalıdır ki, onu praktikada tətbiq eləyəsən. Və orada belə bir şey yazmışdı ki, elmə, biliyə, elmi ixtiralara yenilik gətirən insanlar, ixtiraçılar, sınaqlardan qorxmayan cəsur adamlar idilər. Belə bir cümlə keçir oradan. Uğura gedən yol uğursuzluqdan keçir. Doğru. Çünki buna nümunə olaraq o Jordan var idi. 9000 dəfə uğursuz atış və 300 dəfə uğursuz oyun olmasına baxmayaraq dövrünün ən tanınmış uğurlu basketbolçularından birinə çevrilir. Yəni, hər üçünün əsaslandırmasını da dedik, seçimlərini də dedik. Kaş belə düşə, asan sualdır. Mətnin üslubu xüsusiyyətlərini yazın. Çox rahat, çox professional. Əgər Eyler-Venn diaqramı yoxdursa, çox rahat yaza bilərsiniz. Aydındır, anlaşıqlıdır, kütləvi dildir, qəzet jurnal dilidir, ictimai təfəkkürün təzahür formasıdır, xalq dilinə yaxındır və s. Bir də diqqətli olun, aid olduğu üslubun xüsusiyyətləri ilə mətnin üslubu xüsusiyyətlərini qatmayın. Məsələn, mən həmişə deyirəm, məsələn, ictimai təfəkkürün təzahür formasıdır, müxtəlif mövqe və maraqları əks etdirir. Bax, bu cümlələr üslubun xüsusiyyətləridir. Bir də var, mətnin üslubu xüsusiyyətləri. Mətnin üslubu xüsusiyyətləri aydındır, anlaşıqlıdır, kütləvidir, xalq danışıq dilinə yaxındır. Bax, məsələn, belə verəndə, Venn diaqramı verməyəndə. Götürün, mən dediyimi yazın. Verməyəndə, Venn diaqramı verməyəndə. Aydındır, anlaşıqlıdır, kütləvidir, xalq danışıq dilinə yaxındır. Qəzet jurnal dilidir. Ya da qəzet jurnal dilində təzahür edir. Belə qəşəng cümlə yazın ki, qoy desinlər ki, necə gözəl cümlədir yazdığı. Venn diaqramı olanda aydındır, anlaşıqlıdır. Niyə yazdırmıram? Çünki bədii üslubla müqayisədə verəndə, publisistik üslubla, bədiyini müqayisədə verəndə uşaq götürür, yazır aydını bura. Səhv çıxır. Niyə? Çünki bədidə aydındır. Ortaya yazmalıdır da məsələn onu. Yəni sən bədii üslubda olan mətni başa düşmürsən. Başa düşürsən? Onda aydın ikisidir, anlaşıqlı ikisidir. Ona görə bədii ilə publisistiki
müqayisəndə kritikdir vəziyyət. Onda yazın kütləvidir, ictimai təfəkkürün təzahür formasıdır, müxtəlif mövqe və maraqları əks etdirən mətindir. Belə. Bitdi. Bu mətnimizin izahı da belə yekunlaşdı.